Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Artıq həkimlər xanımımı əməliyyata da götürmür. Xalq artisti Ağadadaş Ağayev 3-cü həyat yoldaşından danışıb. Axşam az xəbər verir ki, həftənin qonağı verilişində qonaq olan sənətçi Pərvinə xanımın xərçəngdən əziyyət çəkdiyini deyib. Mənim həyatımda böyük rolu oldu. Dimdik durmağımda rolu böyükdür. Restoranın işini ona tapşırdım. İnsanlar tərəfindən gözəl qarşılandı. Allah onun şəfasını verirsin. Tibbə indi məlum olan bir xərçəng növündən aşkarlanıb. Hər 4 aydan bir əməliyyat olundu. Sonuncu dəfə onu əməliyyata qəbul etmədilər. Türkiyədə müalicə alır. Onun bir qız övladı var, ona övladım kimi baxıram. Onu oxuduram. Qeyd edək ki, Ağayevin ilk evlilikdən 3 oğul, ikinci nikahdan bir qız, bir oğul övladı var.